Doğum günün 8-i, 17-si və 26-dırsa, ruh rəqəmin 8-dir. Amma unutma ki, doğum günümüz nə qədər sadə görünsə də, onda olan bütün rəqəmlərin hər biri sənə təsir edir və insanın daxili strukturunu formalaşdırır. Eyni rəqəmlərə sahib olan insanlar özlərini həm rəqəmin müsbət, həm də mənfi tərəfdən tanıda bilərlər. Çünki eyni rəqəmlər olsa da, onların yaşadığı şuur səviyyələri fərqlidir. Bu isə insanın öz üzərində işləyib işləməməsindən, ruhani inkişaf yolunda nə qədər irəliləməsindən və travmalara necə yanaşmasından asılıdır. Ruh rəqəminin hesablanması doğulduğumuz günün toplamıdır. 17-si və 26-sı anadan olanlar rəqəmləri toplayaraq 8 rəqəmini əldə edəcəklər. 8 rəqəminin əsas karmik vəzifələri nələrdir? İlk olaraq öz karmasını qəbul etmək. 8 insanı anlamalıdır ki, bu rəqəm onun üçün cəza deyil. Bir ömürdə çoxlu sayda mənfi karmanı işləmək imkanıdır. Məsələ onda deyil ki, 8-lər çox pisdirlər. Sadəcə, digər rəqəmlər eyni karmanı 10 və ya 100 həyatında işləyirsə, 8-lər üçün bir ömür 10 həyatın təcrübəsinə bərabər olur. Ruh doğulmazdan əvvəl növbəti həyat üçün özünə vəzifələr seçir. 8 insanın ruhu özü belə bir vəzifə seçib. 8 kimi doğulmaq. Amma təbii ki, doğulduqdan sonra o bunu xatırlamır. Çünki insanda bu həyata aid vəzifələrin yaddaşı qalmır. Lakin vedik astrologiya və numerologiya insana hansı vəzifələri seçdiyini görməyə və onları yerinə yetirməyə kömək edir. Çox ağırdır deyə şikayətlənməyə yox. Ən əsası, bütün bunlar niyə mənim başıma gəlir sualı ilə yaşamamaqdır. Əksinə, karmanın sizdən nə istədiyini anlamağı və uyğun şəkildə davranmağı öyrənmək lazımdır. İkinci olaraq maddi dünyanı idarə etməyi öyrənməkdir. 8-lər arasında çoxlu zəngin insanlar da var. Həm də maaşdan maaşa yaşayan və pul enerjisini idarə etməyi öyrənməmişlərdir. Onların maliyyə məsələlərində həmişə ifratçılıq olur. Ya çox olur, ya da ümumiyyətlə olmur. Ən başlıcası pula bağlanmamaqdır. Hətta ən varlı 8-lər də həyatlarında heç olmasa bir dəfə bütün var-dövlətlərini itirirlər ki, yenidən sıfırdan başlasınlar. 8-lər öz inadları, məsuliyyətləri və zəhmətsevərlikləri ilə sadəcə varlı deyil, hətta milyonçu ola bilərlər və maddi planda təsəvvür edə biləcəklərinin maksimumuna çata bilərlər. Xüsusilə də həyatının ikinci yarısında. Pul insana hakimiyyət verir və çox vaxt karma 8-ləri məhz pulla sınayır. Onlar insan olaraq qalacaqlarmı, pula bağlanacaqlarmı, insanları manipulyasiya etməyə başlayacaqlarmı, öz güclərini başqalarına zərər üçün istifadə edəcəklərmi? Üçüncü olaraq ruhani inkişaf mərhələsidir. Ruhani inkişaf maddi inkişafla paralel olmalıdır. 8 üçün birlik müdafiədir. 8 şüurunu nə qədər çox inkişaf etdirirsə, özünü və başına gələnləri qəbul etmək o qədər asan olur. 8 dünyanın necə qurulduğunu anlamağa başlayanda, qanuna uyğunluqları görəndə, özlərinin hamı kimi olmadığını anlayanda onların qarşısına çox şey çıxarılır. Amma çox da tələb olunur. 8-lər anlamalıdırlar ki, hər cür maneələr, sınaqlar və problemlər dayanmaq üçün səbəb deyil. Nə olursa olsun irəli getmək lazımdır. 8 öz taleyinin və həyat dərslərinin qarşısında bəzən başını, hətta dizlərini əyməyi bacarmalıdır. Şuurun davamlı böyüməsi və transformasiyası 8-ləri bütün ömür boyu müşahidə edir. Bu, bir çoxlarına inkişaf edib istəyinə çatmağa imkan verir. Amma bəziləri təəssüf ki, sınır və dəyişən həyat şəraitinə uyğunlaşmağı öyrənə bilmir. Dördüncü olaraq şəxsi gücü və nüfuzu inkişaf etdirməkdir. Həyatda və istənilən peşədə 8 nüfuz sahibi olmalıdır. Bu rəqəmlə zarafat etmirlər. İdarə etmə ipi onun əlində olmalıdır. Daha yaxşıdır ki, 8-dən qorxsunlar. Nəinki kimsə onun boynuna oturmasına icazə versin. Öz şəxsi gücünü və nüfuzunu tapmaq bu rəqəmin əsas vəzifələrindən biridir. Ola bilər ki, bu dərhal baş verməsin, amma tədricən bütün ömrü boyu 40 yaşa yaxın 8 anlamalıdır ki, həyatına özü rəhbərlik edir, nə şərait, nə də başqa insanlar. Növbəti olaraq özünü birinci yerə qoymaq və başqalarını himayə etməməkdir. Çox 8-lər həddən artıq yaxşıdırlar və bunun onların əsas problemi olduğunu özləri anlamırlar.
Onlar hamıya kömək etmək istəyirlər. Məsləhətlə, əməllə, pulla, özlərini unudaraq. Beləcə, onlar başqalarının karmalarına həddən artıq qarışmış olurlar və həyat onları dayandırmağa çalışır. Amma adətən bunu anlamırlar və eyni səhvləri dəfələrlə təkrar edirlər. 8-in tipik vəziyyəti ana, ata, uşaq və ya başqa qohumuna həddən artıq qayğı göstərməsidir. Onlar o qədər kömək edirlər ki, qayğı göstərilən adam boşalır, himayədara bağlanır və tədricən bu dünyada yaşamaq qabiliyyətini tamamilə itirir. Beləliklə 8 başqa bir insanın inkişaf və karmik vəzifələrini yerinə yetirmə imkanını məhv etmiş olur. Çox vaxt belə başqasının həyatına qarışmaya görə 8-lər şəxsi həyatda itkilərlə cəzalandırılır. Məsələn, daimi partnyor tapa bilmirlər və ya maliyyə baxımından məhdudlaşdırılırlar. Bəzən hər ikisi bir yerdə. Əsas əvvəlcə özünə qayğı göstərməkdir. Sonra vaxt, pul və istəyiniz qalarsa başqalarına. Yoxsa tərsinə yox. Növbəti olaraq öz gücünü başqalarına zərər vermək üçün istifadə etməməkdir. 8-lər təsir dairəsini dərk etməlidirlər. Onlar başqalarına təsir göstərə bilərlər. Amma bu hakimiyyəti zərər üçün yox, kimisə cəzalandırmaq üçün istifadə etmək olmaz. Başqalarına bilərəkdən zərər verməyin cəzası çox tez onlara qayıdacaq. Məsələn, iş yerində 8 rəhbərdirsə və işçini səhvə görə cəzalandırmaq əvəzinə hamının içində təhqir edirsə, bu artıq gücün zərər üçün istifadəsidir. Və belə davranış çox tez bir zamanda özünə qayıda bilər. Həm işçilərin etimadını itirmək, həm də karmik olaraq həyatın başqa sahəsində zərbə almaq formasında. Başqa nümunə isə ailədə 8 dominantdırsa və öz sözünü zorla keçirmək üçün emosional təzyiq göstərirsə, bu da karmanı ağırlaşdırır. Əslində isə bu gücü başqalarını dəstəkləmək, qorumaq və yönləndirmək üçün istifadə etmək lazımdır. Amma əgər karma kimisə 8 vasitəsilə öyrətmək istəyirsə, onda bu halda 8-ə heç bir cəza olmayacaq. Çünki o sadəcə alətdir. Taleyin qılıncı taleyin əlindədir. Məsələn, iş yerində kiminsə məsuliyyətsiz davranışı var və rəhbər olan 8 bu məsuliyyətsizliyi bağışlamır, sərt şəkildə qayda qoyur. Bu, həmin işçini incitsə də, əslində onun gələcəkdə peşəkar olmasına kömək edən bir dərsdir. Bu halda 8 günahkar deyil, o sadəcə ədaləti həyata keçirib. Başqa bir nümunədə isə ailədə uşaq çox məsuliyyətsiz böyüyür. 8 valideyn kimi sərt qaydalar qoyur, onu çətinliklərlə üz-üzə qoyur. Uşaq incisə də illər sonra anlar ki, bu dərslər onun həyatını qurtarıb. Burada 8 sadəcə taleyin icraçısıdır. Yəni fərq nədədir? Əgər 8 gücünü egosu, qəzəbi, qisas hissi ilə istifadə edərsə, bu pis karma yaradır və cəza tez qayıdır. Əgər gücünü ədalətli dərs vermək, kimisə həyatda yolunu düzəltmək üçün istifadə edirsə, bu artıq taleyin missiyasıdır və 8 burada günah daşımır. Növbəti olaraq zəifliklərinə uymamaqdır. 8-lərdə depressiv hallara, alkoqola, narkotiklərə meyl ola bilər. Yaxud əgər onlarda özlərində belə asıllıq yoxdursa, çox vaxt belə problemi olan birinə himayə edərlər. Daima bu oğlanı xilas etmək arzusu əgər vaxtında dayandırmasalar, 8-in özünü də batıra bilər. Karma 8-i daim diqqətlə izləyir və o özünü məhdudlaşdırmağı bacarmalıdır. Ola bilsin əyləncələrdə, yeməkdə, cinsəllikdə və ya ünsiyyətdə. Həyatında elə bir sahə olmalıdır ki, orada özünü asket, yəni öz həyatında məhdudiyyətlər qoyan, sadə və intizamlı yaşayan insan adlandıra bilsin. Əgər 8 özünə məhdudiyyət qoymasa, adətən həyat bunu onun yerinə edəcək. Növbəti olaraq özündə sevinç tapmaq və pozitiv olmaqdır. Bəlkə də 8-in həyatı başqalarınkindən daha çətindir. Amma qorxu, ümidsizlik və qaranlıq münasibət bu həyatı daha da dözülməz edə bilər. 8 hər şey həddindən artıq ciddi qəbul edir. Amma öz həyatınıza başqa bucaqdan baxmağı sınayın. Alim, tədqiqatçı kimi. Başınıza gələn hər şeydə yaxşı tərəfi görməyə çalışın. Öz gücünüzə inanın. Elə yaşamayın ki, sanki daima çarmıx daşıyırsınız. Özünüzü yenidən proqramlaşdırın və pozitiv düşünməyə başlayın. Gülməyi öyrənin və tez-tez gülümsəyin. Hər gün yatmazdan əvvəl özünüzdən soruşun. Bugün mənim başıma nə yaxşı iş gəldi, nə anladım, nəyi öyrəndim, kimə kömək etdim və ya kimə mane oldum. Özümə və başqalarına sevinç gətirdimmi? Məqsədimə bir addım yaxınlaşdımmı? Zamanla siz özünüzdə neqativ düşüncəni dəf edə biləcəksiniz.
və boz gündə belə sevinc görməyi bacaracaqsınız. Bəli, 8-lərin yolu asan deyil. Amma hər bir sınaq onların güclənməsi üçündür. Əgər siz 8-sinizsə, öz gücünüzdən qorxmayın. Onu doğru istiqamətə yönəldin. Maddiyyatla mənəviyyatı birləşdirin. Özünüzə qayğı göstərin və həyatınızda işığı qoruyun. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.